Çox istədiyiniz Red Kalinka kitabından Patrik na Astanovka mətnini bugün sizlərə izah edəcəm. Səsləndirəcəm, tərcümə edəcəm və izah edəcəm. Mətnimiz A1 səviyyəsinə aiddir. Hər mətnin yanında səviyyəsi qeyd olunubdur və kitab 4 səviyyədə vardır. A1, A2, B1, B2 səviyyəsi. A1 səviyyəsi ilk addım sayılır. Yəni çox qısa cümlələr və sadə mövzular vardır. Nə bu kitab, nə də bu digər kitablar reklam və ya sponsor deyil. Heç birindən ödəniş almamışam. Həmçinin bu videoda sizlərə ödənişsiz olaraq izah olunur. Bu dərsləri normalda başqa bir müəllimlər dərslərində ödənişli olaraq izah edirlər. Mən isə sizə ödənişsiz izah edirəm. Sadəcə bir xahişim var ki, kanala abunə olun. Əgər uyğun görsəz, kanalı digər dostlarınız və ya qohumlarınızla paylaşa bilərsiniz. Like atıb gözəl rəylərinizi yaza bilərsiniz. Və mətnimizin adı Patrik na Astanovka. Bir müəllim olaraq sadəcə oxuyub tərcümə etmək məncə çox sadə bir şeydir. Siz bunu özünüzdə edə bilərsiniz. Mən istəyirəm ki, siz anlayasınız ki, burada niyə belə deyilir, burada niyə belə deyilmir, doğrusu necədir? Yəni izahını istəyirsiniz. Buna görə də müəllim olaraq sizə izahlı olaraq bu mətni oxuyacağam. Tempim, yəni sürətim A1 səviyyəsinə uyğun olacaqdır. Çox xahiş edirəm, diqqətlə dərsimizə qulaq asaq. Patrik na Astanovka. Patrik dayanacaqda. Və burada Astanovka dayanacaqdır. Dayanacaqda demək üçün deyirik na Astanovke. Каждое утро я еду на работу на автобусе. Hər səhər mən gedirəm işə avtobusla. Утро səhər deməkdir, srednye roddur. Buna görə də biz каждое утро deyirik. Burada avtobus demək nəqliyyat vasitəsidir. Buna görə də gedirəm, yedu sözünü idu deyə bilmərik. Çünki nəqliyyat vasitəsində biz yedu deyirik. İşə deyəndə deyirik na работу və avtobusla demirik. Azərbaycanda deyirəm ki, mən avtobusla gedirəm. Amma rus dilində deyirəm ki, на автобусе, yəni avtobusda gedirəm. Обычно я встаю рано в 7 часов. Adətən mən oyanıram tez saat 7-də. Сначала я принимаю душ, потом одеваюсь, завтракаю и иду на работу. Öncə mən duş qəbul edirəm, sonra geyinirəm, səhər yeməyi edirəm və gedirəm işə. Deyə bilərsiniz ki, bəs müəlliməm, burada axı idudu, burada yedudu. Niyə burada işə gedirəm sözündə idudu? Adətən əgər ümumiyyətlə deyiriksə mən filan yerə gedirəm, biz deyirik ya idu. No, əgər ki biz burada avtobus və ya digər hərəkət nəqliyyat vasitələrindən istifadə ediriksə, o zaman yedu deyirik. Amma burada avtobus, metro və ya digər başqa sözlərdən taksi də ola bilər, maşın da ola bilər. Yəni nəqliyyat vasitəsinin adını çəkmiriksə, onda idu deyə bilərsiniz. Sonra Моя Astanovka nedaлеко. Mənim dayanacağım uzaqda deyil. Bu qısa cümlədə 2 dənə qrammatika var. Birincisi, Astanovka женский rod olduğundan Maya deyilməli. Yəni moy Astanovka demək olmaz. Maya Astanovka. Yəni bunu kişi də desə, qadın da desə, Astanovka женский rod olduğundan Maya Astanovka deməlidir. Yəni ən çox verilən suallardan biri də buydu. Və ikincisi isə bu sözdə nedaлеко. Далеко uzaqdır. Nedaлеко isə yəni uzaqda deyil. Yəni mənim dayanacağım uzaqda deyil. Обычно я выхожу из дома в 7:30. Yəni пол восьмого. А в 7:35 я уже stою на остановке. Adətən mən çıxıram evdən, demək 8-in yarısı və ya 7:35, yəni 8-ə qalmış, ya mən artıq dayanmışam astanovkada. Daha sonra burada nəyə diqqət etməlisiniz? Predloqlara əlbəttə diqqət etməlisiniz. Həmçinin də baxın, saatda v predloqundan istifadə edirik. Sonra iz doma, evdən çıxıram sözü, saatı mütləq bilməlisiniz. Saat mövzusunu mən həm onlayn dərslərimdə, həm də siz dəyərli izləyicilərim üçün izah etmişəm. Daha sonra stою sözünü doğru deməlisiniz. Stою на остановке. Növbəti cümlə. Avtobuсы утром
ходит часто, поэтому не надо долго ждать. Avtobuslar səhərləri tez-tez gəlirlər. Buna görə də lazım deyil çox gözləmək. Burada fikir verirsinizsə, rus dilində Azərbaycan dilindəki kimi söz ardıcıllığı eyni deyil. Məsələn, biz deyirik ki, buna görə də çox gözləməyə ehtiyac yoxdur. Yəni, не надо-nı axırda deyirik, amma ruslar birinci deyir, не надо долго ждать. Sonra nəyə diqqət eləməlisiniz? Burada не надо sözü, məsəl üçün, надо lazımdır, не надо lazım deyil sözüdür. В автобусе я всегда сажусь на последнее sиденье. Deyir ki, avtobusda mən hər zaman əyləşirəm axırıncı demək yerə. Və avtobusda mən hər zaman əyləşirəm axırıncı sidenyada. Baxın, burada Azərbaycan dilində olduğu kimi deyirik. Avtobusda mən hər zaman əyləşirəm axırıncı yerdə. Amma burada o cümlə sırası eyni deyildi. Həmçinin də bizim keçən dəfədə mən sizlərə demək istəyirdim. Belə bir dərslərimiz də ola bilər. Hansı ki, mən sadəcə oxuyuram, yəni tələffüz eləyirəm, amma tərcüməsi və izahı yoxdur. Bir də var belə tərcümə və izahlı olan. Hansını daha çox bəyənirsiniz və ya həm bunu, həm onu istəyirsinizsə, rəydə yazın və əlbəttə sizin də istəklərinizi və düşüncələrinizi nəzərə alırıq. Daha sonra, иногда, bəzən, в автобусе бывает контролер, который проверяет билеты. Deyir ki, bəzən avtobusda olur kontrolör, yəni kontrolör Azərbaycan dilində tam olaraq nədir bilmirəm, amma məncə kontrol eləyən, yəni yoxlayan, bəlkə başqa adı vardı, hansı ki bileti yoxlayır. Но сегодня я опаздываю. Lakin bugün mən gecikirəm. Вот уже 7:40, а я еще дома. Artıq 7:40-dır, amma mən hələ evdəyəm. Моя работа начинается в 8 часов, и мой начальник не любит, когда я прихожу поздно. Və burada nə deyir? Baxın, работа женский roddur, yəni iş женский roddur. Buna görə də, yəni kişilər də, qadınlar da maya deməlidir. Maya работа, mənim işim başlayır saat 8-də və mənim müdürüm demək olar, начальник sevmir nə zaman ki mən gec gəlirəm. Начальник мужской roddur. Buna görə də kişi də qadın da moy deməlidir. Daha sonra rus dilində когда sözü çox da olmasa istifadə olunur. Amma Azərbaycan dilindən rus dilinə tərcümə eləyəndə və ümumiyyətlə danışan zamanı когда-nı demirsiniz. Bilmirəm nəyə görə, amma çalışaq rus dilində когда sözünü, yəni cümlələrdə istifadə eləyəndə unutmayaq. Я быстро выхожу и бегу на остановке. Mən tez çıxıram və qaçıram dayanacağa. İkinci səhifə. Вот я на остановке. Mən artıq dayanacaqdayam. Сейчас декабрь и в России зима. İndi dekabrdır və Rusiyada qışdır. На улице темно и еще горят фонари. Küçədə qaranlıqdır və hələ fanarlar yanır. Я смотрю, как медленно падает снег. Mən baxıram, necə yavaş-yavaş qar yağır. Rus dilində, kстати, yağmaq sözü yoxdur. Падает снег, идет снег deyirlər. Это очень красиво. Bu çox gözəldir. У нас в Майами никогда не идет снег. Bizdə Mayami'də heç vaxt qar yağmır. Rus dilində birinci feil gəlir, sonra isim. Yəni ne idет
снег. Düzdür, bəzi istisna cümlələr və ya başqa cümlələr də ola bilir. Я смотрю, как люди быстро идут по улице. Mən baxıram, necə insanlar tez gedir küçədə. Bu arada na ulica demək olmaz. Çünki küçə ilə gedirdi burada. Daha sonra наверное, этот мужчина спешит на работу. Yəqin bu kişi işə tələsir. Bir çox sözlər sizin üçün yeni ola bilər. Məsələn, spешит sözü və burada istifadə olunan başqa sözlər A1 səviyyəsi olsa da sizlər üçün yeni sözlər ola bilər. Daha sonra эти дети спешат в школу. Bu uşaqlar isə demək məktəbə tələsirlər. Mimo едут машины и автобусы. Mimo sözü nədir? Mimo yanından deməkdir. Yanımızdan keçir maşınlar və avtobuslar. Baxın, burada yenə idut deyil. Niyə? Çünki maşın da, avtobus da nədir? Nəqliyyat vasitəsi olduqları üçün едутla deyilir. Вот приезжает автобус. Bax, gəlir avtobus. Открываются двери. Qapılar açılır. Одни люди выходят. Один bir deməkdir, amma burada bir adam deyilmir. Burada deyir ki, bəziləri çıxır, yəni adamların bəziləri çıxır. Другие люди заходят. Digərləri avtobusa daxil olurlar. Двери закрываются. Qapılar bağlanır. Oy, это же мой автобус. Deyir, oy, axı bu mənim avtobusumdur. Bax, burada bəzi sözlər var, nida sözləri. Междометие məsəl üçün. Məsələn, deyir, oy. J. Bunları bilmək lazımdır. Çünki bunlar cümlədə bəzən promo tərcümə olunmur. Yəni məzmunda və mətndən asılı olaraq tərcümələrini bilmək lazımdır. Подождите, gözləyin. Daha sonra bizim burada çalışmalarımız var. İstəsəz çalışmalarını da zəhmət olmasa deyin, növbəti dərs bu çalışmalarını da sizlə birlikdə edək. Bugünkü dərsimizdə Patrik na astanovka mətnini sizlər üçün oxudum, tərcümə etdim və izah etdim. Əgər bəyəndisə like etməyi unutmayın və qadınlar da, bəylər də yaşından asılı olmayaraq, ölkəsindən asılı olmayaraq istənilən ölkədən bizim onlayn dərslərimizə qoşula bilərsiniz. Bunun üçün 05840 55 22 nömrəsinə WhatsApp-a yaza bilərsiniz və ya zəng eləyə bilərsiniz. Və həmçinin də əgər hər hansısa bir sualınız varsa, rəydə yazmağı unutmayın. Videolarımı izləməyi də unutmayın. Növbəti dərslərə qədər, do svidaniya.